Bəzən çoxlu səy göstərirsən, plan qurursan, qaçırsan və öz-özünə deyirsən ki, nəhayət bacardım. Amma sonra bir anlıq dayanırsan və görürsən ki, bəzi şeylər hesablama və bilək gücü ilə düzəlmir. Bu sənin bacarığından daha artıq bir şey idi. Allah Quranda bizə çox gözəl xatırladıb. وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَكِنَّ اللَّهَ رَمَى. Sən atdığın zaman atmadın, lakin Allah atdı. Yəni sən atmadın, atanda da onu Allah atdı. Bu nə deməkdir? Yəni sən öz səyini göstərməlisən, amma bil ki, yolu açan Allahdır. Nəticəyə çatdıran Allahdır. İmtahandan keçirsən, Allah kömək edib. Ağır bir xəstəlikdən sağalırsan, Allah səni ayağa qaldırıb. Harada bir uğura çatsaq, yadda saxlamalıyıq ki, biz sadəcə atdıq, hərəkət etdik, amma nəticəni təyin edən və bizi hədəfə çatdıran o idi. Eyni ilə işğal olunmuş ərazilərə tərəf İmam Əli övladlarının atdığı raketlər kimi. Şiələr düzəltdi, planladı, atdı. Amma hədəfə dəyməsi özü də düşmənin bu qədər cəhdinə rəğmən Allahın yardımı və lütfünü tələb edirdi. Şükürlər olsun ki, bu lütf şiələrə nəsib oldu.